Baxın, nə deyir? Fatihə surəsi mənə öyrətdi ki, Allah həmd ibadəti nə ilə başladı? Elhamdülillahi Rabbil aləmin. Hər ağrını sağaldan bir mərhəmdir. Və həyatındakı bütün gecikmələr əslində xeyirdən başqa bir şey deyil. Xeyrin Rəbbi yalnız xeyri gətirər. Əmin ol ki, Allah sənə nəyisə gecikdiribsə, bu səndən bir şeyi əsirgədiyi üçün deyil, səni imtihan edib daha xeyirlisini sənə vermək istədiyinə görədir. O sənə sənin öz seçdiklərindən daha xeyirli olanı verir. Və bu sınaqda səni öz yanında daha yüksək dərəcəyə qaldırır. Lakin çox zaman mömin bunu anlayar, amma dərhal dərk edə bilməz. Baxın, Fatihə surəsi mənə öyrətdi ki, həmd olsun. Allah həmd etməyə davam etmək qarşılığında daim bir mükafat gətirər. Allahın əvəz etdiyi kimi bir əvəz yoxdur. O bizə gecikdirdiyi şeylərlə əslində bizə ən gözəlini və ən böyüyünü bəxş edəcək. Həmd olsun Allaha ki, o itkini bizdən uzaqlaşdırır, əziyyəti unutturur, qəlbi sakitləşdirir və bəndəsinə bir qapı bağlansa, min başqa qapı açar. Uca, kərim və rəhim olan Allaha həmd olsun. Ona görə, bax, bununla başladı. Elhamdülillahi Rabbil aləmin. Fatihə surəsi mənə öyrətdi ki, insanın içində elə bir narahatlıq var ki, onu yalnız Allahın yaxınlığında olmaqdan doğan ləzzət aradan qaldıra bilər. İyyəkə na'budu, biz yalnız sənə ibadət edirik. Və iyyəkə nəstəin, yalnız sənə yalvarırıq. Baxın, onu, bu surəni oxuyarkən düşün.